Bu atalar sözünün yaradıcısı mən olmasam da, ən çox istifadəçisiyəm. Çaqqalın nəyisə özünə xoş gələr və belə çaqqallıq edən çaqqallar da az deyilmiş. Özlərini bəyənənlər, yorğanı öz üstlərində çəkən, özgələşən özlər. Onlar gözlərindəki cığını çoxdan itirib, təkcə özləri qalıb ki, başqa yerlərindədir. Dürtüldükləri yerin mənbəyi və mənsəbi. Arvad hamamının fitəçi kişiləri nəyisə itirdikləri üçün bu peşəyə layiqdirlər. Onlar arıq eşşək idilər, özlərinə yaylaq axtarırdılar. Qoturları qatır oldu, qatırları qotur. Qatıra bənzər qotur basmış çaqqallar bir yerə yığışıb çaqqalxana belə yarada bilmədilər. İki dağ arasındakı dana böğürtüsünə, yəni çaqqalın arxasından istehsal etdiyinə tuş gəldilər. Balqabaqdan qarpız dadı alanlar İncil yorğanından yarpız iyi duyurlar. Qoxuduğu yerləri də iyi verir. Qoduq istehsal olunduqlarını belə duymazlar. Çıxardıqları səslərdən bəlli olsa da.